Salam əziz şagirdlər, bugünkü tarixdə keçirilmiş buraxılış imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. Birinci intiqam alovu mətninin izahından başlayacağım. Qrammatik izahları çox var YouTube'da, onu da çəkib paylaşacağım təbii ki, bunlar da izah. Birinci mətnləri, sonra qrammatikanı. İzaha keçməmişdən əvvəllə kanala abunə olmağı və videonu ətrafınızda paylaşmağı unutmayın. Dərslər haqqında da məlumat almaq istəsəz 050 745 85 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Birinci sual edir ki, mətn əsasən doğru fikir müəyyən, uyğunluğu müəyyən edin. Doğru, yanlış, ehtimal. Deməli, Mollacal uşağı tayfası vaxtilə İsrafil ağaya qarşı çıxmışdır. Bu gedir ehtimala. Aralarında münaqişə varsa, deməli, belə bir şey olub. Bu gedir 3-ə. Mollacal uşağı tayfasının qadınları döyüşkəndir. Bu gedir doğruya. Doğru neçə idi? 1. 1-ə gedir bu. Çünki o qəbirlərin atəşə tutulduğunu biləndə qadınlar belə silahlanıb onların üzərinə gedirdi. Sürgün edilənlərin yaşadığı kəndin cəmaatı onları rəğbətlə qarşılayıb. Bu da ehtimala gedir 3-ə. Çünki o qəbir güllələnmə söhbətində həmin kəndin adamlarından da silahlanıb onların üzərinə gedən var idi. İsrafil ağanın adamlarının. Belə eləyiblərsə, belə hörmət edirlərsə, deməli, həqiqətən də hörmətlə, rəğbətlə qarşılayıblar da. Deməli, 3-ə oldu AC. Sonra 1-ə oldu B. D-yə baxaq. Hər iki tayfa da sözü keçən adamlar var. Bəli, orada Gülnazan aydı. Bu tərəfdə isə İsrafil ağa. Bu da 1-ə oldu B-dir. 2-də də yanlışı deyir. E-yə baxaq. Mollacal uşağı tayfasının cavanları öldürülənlərin intiqamını almaq üçün gəlirlər. Öldürülənlər yox. Qəbirləri atışa tutulmuşdu, onun intiqamını almaq üçün gedirlər. Bir də ad. Əvvəldən rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa, məntiqi arıcılıq pozulmaz. Deməli, baxaq. Bunu necə müəyyən edə bilirsiniz? Deməli, əvvəldə rəqəm yazılmış sözdən əvvəlki, bir də sonraki cümlələrə baxın. Həmin o rəqəm yazılmış sözü çıxaranda əvvəlki sonraki cümlələr arasında əlaqə pozulmuşsa, deməli, çıxara bilərik. Pozulursa, çıxara bilmərik. Deyir, Mollacal uşağı tayfası sürgün edilən kəsəməndə səssizlik idi. Ediləndən kəsəməndə səssizlik idi. Lakin bir gecə güllə səsləri bu sakitliyi pozdu. Gün qalxan vaxt danışırdılar ki, bu atışma qəbristanlıqda olub. Bax, biri çıxarsaq, bu atışma nə vaxt oldu, niyə bu atışmadan söhbət edir, bilməyəcəyik. Çünki bu birdəki cümlə bizə məlumat verir ki, gecə güllə səsləri bu sakitliyi pozdu. Biri çıxara bilmərik. 2-yə baxaq. Deyir, hətta qızyanlar da yaraqlanıb döyüşə tələsənlər oldu. 2-də deyir, bu tayfanın gəlib torpağına sığındığı kəndin cəmaatından da silahlananlar oldu. Allah Hüseyin də dəlilik dərəcəsinə çatdı. Bax, 2-ni çıxarsaq cümlədən. Qızyanlardan da yaraqlanıb döyüşə gedənlər oldu. Allah Hüseyin də dəlilik dərəcəsinə çatdı. Dəstən qabağında atın yol doğru sər etdi. O iki cümlə arasında əlaqanı pozmur. 2-nin çıxmaq. Ona görə 2-ni götürə bilərik. Sonra deyir, heybətli bir çağırışı eşidildi. Dayanın. Baş alıb gedənlər atlarının cilovunu çəkdilər. Yerə indilər. Hamı atını yurdun hündür yerinə çıxmış. Bax, dayanından sonra hamı atını yurdun hündür yerinə çıxmış. Uzaq Əhmədnadanın Gülnazın yanına yerləşlədi. 3-ü çıxarsaq cümlədən yenə də dayanından əvvəlki cümlə ilə, daha doğrusu 3-dən əvvəlki cümlə ilə sonraki cümlə arasında əlaqə pozulmayacaq. 3-ü də götürə bilərik. 4-də də deyir, məşəqqətlərdən keçmişəm, axırda bu qənaətə gəlmişəm ki, səbir lazımdır. Düşmənin bizi asırdan çıxa güllə qabağına çağırır, tələyə çəkir, qoyun düşmən qurduğu tələ boşa gedir. Bax, məşəqqətlərdən keçmişəm, axırda qənaətə gəlmişəm ki, səbir lazımdır. Qoyun düşmən qurduğu tələ boşa çıxsın. Yenə 4-ü də çıxaranda ondan əvvəlki ilə sonraki cümlə arasında əlaqə pozulmur. Ona görə də cavab 2, 3, 4 olur. C variantı. Mətnə əsasən uyğunluğu müəyyən edin deyir. Səbəbini müəyyən etmək mümkündür, mümkün deyil. İsrafil ağa Mollacal uşağı tayfası ilə ədavətini. Bunun səbəbini bilmirik, mətndə verilməyib. İsrafil ağanın Acdərəyə həmlə etməkdən ehtiyat etməyinin səbəbini bilirik. Çünki deyir, biz onların üzərinə geçsək, onlar müdafiədə olur, onlar səngərdə olur, biz açıqda məğlub ola bilərik. 2-nin səbəbini bilirik. Məqsədində çatdıqdan sonra İsrafil ağanın intiqam hissinin artmasının.
Onları çətdən sürgün edəndən sonra intikam hissi daha da artır, amma niyə artır bunu bilmirik. Mətndə verilməyib. Mümkün deyilə baxaq indi. Gülnazanın tayfa nümayəndələrinin düşmənin cavabını verməkdən çəkindirməsini. Bunun səbəbini müəyyən etmək mümkündür. İrad çıxaq ki, Rozi təliyə çəkir, düşməyi onun tələsinə. Hökumətin Mollada uşağı tayfasını başqa kəndə sürgün etmək məsələsində İsrafil ağaya dəstək olmasının bunun da səbəbini bilməyib, mətndə verilməyib. Cavab o zaman olur 2 və 5 E variantı. 44. Mətndə Gülnazın nitqi əsasında onunla bağlı hansı qənaətə gəlmək olur? Çox əzablar görüb, bəli deyir, çox məşəqqətlər görmüşəm. Biri götürə bilərik. Düşmənlə münasibətdə soyuqqanlı olmağı məsləhət görür. Bəli, deyir, tələsməyin, təliyə düşməyək, səbirli olmaq lazımdır. Düşməni onları dərgin salmaqda ittiham edir. Belə bir şey yoxdur. Mətndə uzaqgörənliklə vəziyyəti dəyərləndirir. Bəli, düşünür ki, onlar bizi çağırırlar, biz nə gözlədik bilmirik, təliyə sala bilərlər. Düşmənlə barışıq niyyətindədir, xeyr. 1, 2, 4 olur, cavab B variantı. 45. Hansı cümlədə mətn cümlə altından xətt çəkilmiş birləşmənin kontekstə görə mənasını uyğun ifadə işlənmişdir, hansı cümlədə? Nədir deməli bu? Cavanların güclə ipini çəkirdim. Yəni, yığıb-yığışdırmaq, sakitləşdirmək, ələ almaq bu mənada. Baxaq, yaşlı adam atı çətinliklə cilovladı, damın altındakı dirəyə bağlı. Cilovladı, ələ aldı, sakitləşdirdi. Bunu götürə bilərik. Cilovladı, ondan eyni mənə gəlir. İpini çəkməyə, cilovlamaq. Uşağın vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olur. Cilovunu bərk yığışdırmaq, yenə ələ almaq, sakitləşdirmək, nizama salmaq ikini də götürə bilərik. Məryəm buradakı uşaqları güclə öz nəzarətində saxlayırdı. Yenə də nəzarətində saxlaya bilmək bir yerdə eyni mənəyə gəlir. 1, 2, 3 olaraq cavab E variantı. Öz qardaşın da olsa, başında qoşsunduracaq, intizama dəvət etmək eyni məniyə gəlmir. Zamanlıqda ixtiyarı əldən verdiyi üçün yaşatdığı lap acizləşmişdi. İxtiyarı əldən vermək, acizləşmək heç bir ondan eyni anlam deyil. 1, 2, 3-dür cavab. 46 deyir, mətndə tün qərarla verilmiş cümləni mətnin səciyyəvi xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yaz. Məsələn, at ayaqları yeri döyəcləyirdi, toz duman qalxmışdı. Məsələn, at ayaqları yeri döyəcləyirdi, toz dumandan göz-gözü görmürdü. Bura bunu əlavə edə bilərik. Göz-gözü görmürdü. Yazmıram da bir-bir. Və 2-də Gülnaz qollarını oğlunun boynuna dolayıb onu qucaqladı. Gülnaz qollarını oğlunun boynuna dolayıb onu bağrına bastı. Bağrına bastı məcazi anlamlı ifadədir. Belə yaza bilərdiniz. 47. Mətndə əvvəlində işarə qoyulmuş sözlərin mənasını müəyyən edib yazın. Deməli, bir hansı idi əvvəlində işarə qoyulmuş? Səngimiş, sakitləşmiş bu anlama gələ bilər. Qəlbində biraz səngimiş, intiqam əlavı, biraz səngimiş, sakitləşmiş, rahatlaşmış bu anlama gələ bilərik. Verə bilərik. Təlatüm deyir, tayfasına çatanda onların arasında təlatüm. Təlatüm vəlvələ, çaxnaşma bu anlama gələ bilər. Məşəqqət də deməli əzab-əziyyət, çətinlik, zülüm bu anlama gələ bilər. Çox zülümlərdən, çətinliklərdən, əzablardan, əziyyətlərdən keçmişəm. 47 belə, 48-ə baxaq. Mətndə nöqtənin ilə uyğun gələn ifadələri yazmalı, cümləni tamamlayın. Nöqtənin yerinə. Axıra aiddir də bu. Deyir, İsrafil ağanın planı boşa çıxandan sonra qəfəsdəki plangə dönmüş. Bir tərəfdən deyək ki, planının boşa çıxmağı, digər tərəfdən isə intiqam hissi onu dəli edirdi. Belə yaza bilərdik. Sonra mətn əsasında cədvəli tamamlayın deyir. 50-yə baxaq, cədvəli şagirdlərdən istəmişəm, yadda qalanlar çəkib atmalı. İndi WhatsApp-a girib baxıb sizlə bir yerdə müəyyən etməyə çalışaq. Mətndəki İsrafil ağa obrazı əsasında cədvəl dolduraq. Bu da cədvəl deyir. Bircə dəqiqə. Səslidir. Yəqin ki, bu da keçən mətndəki kimi İsrafil ağa ilə bağlı, xarakteri ilə bağlı iki xüsusiyyət və onu əsaslandırmaq istəyirsə, əgər belədirsə, yanlış olsa artıq üzrlü sayarız mənə. İsrafil ağaya qarşı deyə bilərik ki,
Xarakterinə nə yaza bilərik? İsrafil olan xarakterinə yaza bilərik. Zülmkardır, intiqam hissindən əl çəkmək istəmir. Bunu necə əsaslandıra bilərik? Zülmkar intiqam hissindən əl çəkmək istəmədiyin. Onları kənddən, Mollazalı Şalı tayfasını kənddən sürgün eləyəndən bir neçə gün sonra belə yenidən qəlbində intiqam alovu coşub daşır. Onların kənddəki qəbilələrin güllələtdir ki, onları üzərinə çəkib həmin tayfanı məhv eləsin. 2-yə yaza bilərik ki, tədbirlidir. Birbaşa özü hücuma getmir. Onları öz üzərinə çəkir ki, daha əlverişlidir, daha qalib gəlmək üçün daha uyğundur bu. 49-dakı cədvəldən ümumiyyətlə məlumatımız olmadığına görə təəssüf ki, bu nizah haqqında fikir bildirə bilməyəcəyik. Növbəti mətn nizahında 49-un cavabın cədvəlini alarsaq, geri dönüş edib bunun nizahını verəcək. Bu qədər, sağ olun.